Son illərdə ölkəmizdə əmək bazarında baş verən dəyişikliklər bir sıra sahələrə olan tələbatın azalmasına səbəb olub. Rəqəmsallaşma, texnologiyaların sürətli inkişafı və əmək bazarının yeni çağırışları bir çox ənənəvi peşələrin aktuallığını azaldıb. Hazırda əmək bazarında IT mütəxəssisləri, proqramçılar, rəqəmsal marketoloqlar, energetika mühəndisləri, psixoloqlar və peşəkar müəllimlərə tələbat daha yüksəkdir. İqtisadçı Xalid Kərimli bildirib ki, sənətkarlıq üzərində qurulan sahələrə maraq və tələbat tədricən azalır. Mütəxəssislərin fikrincə, son illərdə katibə, bank işçisi, turizm bələdçisi kimi peşələrə olan maraq da xeyli zəifləyib. Ənənəvi sənətkarlıq sahələrinə tələbat azalır. Yəni burada sadə istehsaldır. Məsəl üçün xalçaçılıq, dərzilik, kitabçılıq, bunlara tələbat azalır. Çünki maşın və kompüterin köməyi ilə bu işləri daha sürətlə görmək mümkündür. İdarəetmədə bəzi orta pilləli inzibati heyət işçilərinə tələbat artır. Bunun da əsas səbəbi rəqəmsallaşmadır, elektron hökumət sisteminin tətbiqidir. Artıq sənəd dövriyyəsi şirkətlərdə daxili intranetlərdə olur. Daxili sənəd dövriyyəsində həyata keçirilir. Artıq o orta səviyyəli işçilər var ofisdə. Onlara tələbat aşağı düşür. İnzibati prosedurların elektronlaşması bu işçilərə tələbi azalır. Bu azalma əsasən həmin sahələrdə avtomatlaşdırmanın artması və elektron xidmətlərin geniş yayılması ilə izah olunur. Qeyd edək ki, bu tendensiya ali təhsil müəssisələrində ixtisas seçimlərinə də təsirsiz ötüşməyib. Təhsil üzrə ekspert Eyşən Qafarov bildirib ki, dünyanın aparıcı universitetləri artıq jurnalistika və mühasibatlıq kimi sahələr üzrə kadr hazırlığını məhdudlaşdırır. Bugün İKT-nin və süni intellektin həyatımıza yansıdığı bir dövrdə və hər gündə daha çox yansıdığı bir dövrdə müəyyən peşələr var ki, artıq tarixə qovuşur. Məsələn, dünyanın aparıcı ali təhsil müəssisələri artıq mühasibatlıq və jurnalistika üzrə kadr hazırlamırlar. Artıq buna ehtiyac qalmır. Çünki artıq süni intellekt və İKT proqramları bunu tam əvəz edə bilir. Artıq yeni sahələr meydana gəlir. Deyək ki, robototexnika, kompüter və texnologiyalarla bağlı yeni ixtisaslar meydana gəlir və bu da qida sənayesi ilə bağlı yeni ixtisaslar meydana gəlir. Bu da yeni dövrün yeni çağırışlarıdır. Mən düşünürəm ki, gənclərimiz yeni peşələr seçərkən ilk növbədə yaxın 5-10 il ərzində hansı sahəyə daha çox tələb olunacaq, o sahəyə yönəlsinlər. Nəticə olaraq ekspertlərin fikrincə gələcəkdə rəqəmsal bacarıqlar, yaradıcılıq və analitik düşüncə tələb edən sahələr daha çox ön plana çıxacaq. Havar Şəhriyeva, Leyla Səməndər, Yeni Azərbaycan TV.